Sabirabad rayonunun Muğan Gəncəli kənd sakini 1956-cı il təvəllüdlü İmanova Bahar Niyaz qızına məxsus ümumi sahəsi 240 kvadrat metr olan fərdi yaşayış evi yanıb. Bu gecə fərdi yaşayış evində baş verən yanğın zamanı həlak olan şəxslərin kimliyi məlum olub. News 24 AZ-ın əldə etdiyi məlumata görə onlar bir ailənin üzvləridir. 1989-cu il təvəllüdlü Tural Ağasəfoğlu İmanov, 2002-ci il təvəllüdlü Səfalı Rövşən qızı İmanova, 2020-ci il təvəllüdlü Osmanbəy Tural oğlu İmanov və 2024-cü il təvəllüdlü Esma Tural qızı İmanovadır. Yanğın hadisəsi gecə saatlarında baş verib. İmanov fərdi təsərrüfatla məşğul olub. Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.